Bakı metrosundakı son dəyişiklik gündəlik gediş-gəlişinizə necə təsir edib? Təsiri belə olub ki, yollarımız uzalıb, çoxlu avtobus dəyişməliyik. Həm də bu bizim büdcəmizə də biraz zərər verir. Çünki əlavə nə qədər xərclər veririk, həmçinin vaxt itkisi yaşanır. Zaten həm tıxaclar olurdu. İndi əlavə olaraq yolumuz da uzandığı üçün bu biraz problem yaradır. Çox pis. Nəyə görə? Çünki həmişə dəyişirdik bura, gəlirdik də avtobus olmayanı. İndi metro da yoxdur, avtobus da olmayanda qalırıq yollarda. Öyrəşəcək, hər şeyə öyrəşir insan. Pis. Bir dəqiqə gedə bilmirəm məsəl üçün. Dünən şəhərə çıxırdım, şəhərə çıxa bilmədim. İndi gedirəm Qaraqaraya və orada gedə bilmədim. Biraz problem yaradır. Vaxt itkisi olur. Normal təmir işləri aparılmalıdır da. Ona görə də bunu qəbullanmalıyıq. Mənim həm təhsil aldığım yer, həm də fəaliyyət göstərdiyim yerlər ayrıdır. Fəaliyyət göstərdiyim yer yerləşir Nizamidə, oxuduğum yer isə Elmlərdə yerləşir. Mən özüm Gəncədə yaşadığıma görə gündəlik xərclərimə təsir göstərir. Əlavə 2 dənə avtobus dəyişməli oluram. Bu da ki, həm mənim cibimə, həm də ki vaxtımı alır. Ona görə mənə yaxşı təsir göstərmir bu. Əslində mənim üçün elə də çox böyük problemi yaratmır. İndiki alternativ yollar daha sərfəlidir. Məsəl üçün 20 yanvardan 28-də gələn gedişlər və avtobuslar təyin olunduğu üçün daha rahat. Əgər təyin olmasaydı təbii ki böyük problem olardı. Çünki ən azından 28-də Nizamidən ayaqdan bir 15-20 dəqiqəlik yoldur və bizim də metrodan istifadə edən əhalinin ortalama yaşı 30-40 olduğu üçün məncə o yolu getməmə ehtimalları var idi. Mən özüm Zabrat ərazisində yaşayıram. Hal-hazırda Nizami üçün gedib gəldiyim Gənclər Təşkilatında fəaliyyət göstəririk Globus Centerdə. O Nizamidə yerləşir. Mən Zabratdan Koroğluya, Koroğludan Nizamiyə gəlməli oluram. Amma o halda mənə çətinlik törədir. Çünki mən Koroğludan 28-ə gəlib, 28-dən yenidən başqa bir nəqliyyat vasitəsindən istifadə edərək Nizamiyə gəlməliyəm. Bu da mənim üçün əlavə xərcdir. Nəzərə də alsaq ki, biz tələbəyik, bu bizim üçün biraz çətinlik törədir. Mənim yolum rahatdır. Azadlıq metrosu Nizami.